Sumqayıt şəhərində 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə tədbir təşkil olunub. Tədbir iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ardınca Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin ruhuna dualar oxunub, onların əziz xatirələri minnətdarlıq hissi ilə yad edilib. Bayram tədbiri daha sonra Sumqayıt Musiqi Kollecində davam etdirilib. Kollecin fayesində gənclərin yaradıcılıq bacarıqlarını əks etdirən rəsm və el işlərindən ibarət sərgi təşkil olunub. Rəsmi hissə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəli sükutla yad edilir. Sumqayıt şəhər icra hakimiyyəti, Abşeron Xızı Regional Gənclər və İdman İdarəsi, Sumqayıt Musiqi Kolleci və Regional Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə açılış nitqi ilə çıxış edən Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov gənclərin ölkənin gələcəyində oynadığı mühüm rolu vurğulayıb. Onların bilik və bacarıqlarının inkişaf etdirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Daha sonra Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov çıxış edib. Çıxışda Gənclər Gününün ölkə miqyasında qeyd olunmasının əhəmiyyəti vurğulanıb. Bu günün gənclərin cəmiyyətdəki rolunun daha da artırılmasına xidmət etdiyi bildirilib. Tədbirdə çıxış edənlər gəncləri bayram münasibəti ilə təbrik edərək onların əldə etdikləri nailiyyətləri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət gənclərin hər tərəfli inkişafına geniş imkanlar yaradır. Sumqayıtın 2025-ci il üçün Gənclər Paytaxtı elan edilməsi şəhərdə gənclər üçün yeni layihələrin icrasına, sosial, mədəni və maarifləndirici tədbirlərin genişlənməsinə mühüm töhfə verib. Çıxışlardan sonra Gənclər Paytaxtı Sumqayıt layihəsi çərçivəsində eləcə könüllülük və ictimai fəaliyyətlərdə fərqlənən bir qrup gəncə Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcovun və Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim edilib. Tədbir gənclərin hazırladığı bədii musiqi proqramla davam etdirilir. Qeyd edək ki, Sumqayıtın Gənclər Paytaxtı statusu çərçivəsində il ərzində 127 tədbir keçirilib. Bu tədbirlərə 50 mindən artıq gənc cəlb edilib. Diqqətə çatdıraq ki, region gəncləri beynəlxalq layihələrdə, idman yarışlarında və müxtəlif forumlarda uğurla təmsil olunur. Tədbir yüksək əhval-ruhiyyə şəraitində başa çatıb. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.